Hər birinizi salamlayıram. Bu videoda biz danışacağıq üçlü bir kombodan. Hansı ki, yəni bu üçlü bizim həyatımızı dönüşdürən, bizi sağaldan mövzulardır. İnanclar, davranışlar və sinir sistemimiz. Yəni bunların üçünün bir-birinə təsirləri və necə işləyir, hansı ki, bir növ belə deyək də, bunlar bir formul kimi düşünə bilərik, bir düstur kimi. Bu şəkildə bir dəyişim baş verir. Bu arada bu video Bizə podkastın növbəti seriyasıdır. Elə isə başladıq. Let's start. Biz elə düşünürük ki, bir növ belə deyək də, inanclarımızı dəyişmək kifayətdir hər şey üçün. Yəni inanclarımız dəyişdisə, hansı ki mənfi gördüyümüz inanclar, travmatik bildiyimiz inanclar dəyişdisə, artıq mən yəni özümü yetərsiz hiss edəməyəcəm və ya da ki hər şey dəyişəcək. Yəni bir növ belə deyək də mən inkişaf etdiyimi hiss edəcəm, görəcəm. Əslində isə həqiqət belə deyil. Çünki biz inanclarımızı nə qədər dəyişsək belə, yəni inanclarımız üzərində bir-bir işləsək belə, bunları biz davranışlara tökmədiyimiz təqdirdə, yəni bir növ belə deyək də, davranış mexanizmlərimiz, qərar mexanizmlərimiz dəyişmədiyi təqdirdə təəssüf ki, bu öz effektini, öz təsirini itirir. Yəni artıq onun heç bir mahiyyəti qalmır. Çünki biz əvvəlki dəyər sistemimizdən, əvvəlki bir növ belə deyək də, köhnə qaydalarla həyatımıza davam edirik. Bu kiçik rutinlər ola bilər, fərq etmir. Yəni gündəlik həyat vərdişlərimiz. Tutaq ki, deyirəm ki, mən dəyərliyəm, yəni mən daha yaxşı həyata layiqəm. Eləcə də bunun üçün tutaq ki, nə edirəm? Başlayıram, mən axşam vaxtında yatacağam, səhər tezdən erkən duracağam və idman eləyəcəm, bu kimi fəaliyyətlərlə məşğul olacağam. Amma davranışım mən bunu əks etdirmirəm. Yəni ki, hər nə qədər inancım otursa belə dəyərliyəm, amma mən bunu davranışda göstərə bilmirəm. Məsələn, erkən qalxa bilmirəm. Və ya tutaq ki, deyirəm ki, mənim üçün zaman dəyərlidir, amma mən bir çox insanları yox deyə bilmirəm. Məsələn, məni sevməyən, hansı ki, və ya da ki, bir növ belə deyək də, hər hansı bir çevrəmdən olan insanlara, dostlarıma yox deyə bilmirəm. İstənilən görüşə gedirəm. Yəni, halbuki içimdən gəlmir və ya bəlkə də mənim başqa bir planım var. Orada deyə bilmirəm ki, mənim başqa bir planım var, bu mənə uyğun deyil. Yəni, bir növ belə deyək də, mən buna yox deyə bilmirəm. Burada da problem yaranır və davranışa bir növ tökülmədiyi üçün, davranışda öz əksini tapmadığı üçün, ona görə də dəyişimin də əslində, və ya da ki, inanc dəyişiminin də heç bir mənası qalmır. Sinir sistemimizə gəldikdə isə, bizim sinir sistemimiz indiyə qədər yaşadıqlarımız bütün, xüsusən də yəni 0-7 yaş aralığında, bu yaş aralığında baş verən hadisələr, bir növ bizim inanclarımız, baş verənlər, yaşadığımız bütün travmatik təcrübələr, hansı ki, sinir sistemimizin yaddaşına yazılır və sinir sistemimiz üçün əgər tutaq ki, hər hansı bir yeniliyi etmək, tutaq ki, görünmək təhlükəlidirsə, bizim üçün bu bir növ qaçınılmaz olur. Yəni ki, biz bunu nə edirik? Başlayırıq ertələməyə. Ya donma reaksiyası şəklində yaşayırıq, ya da ki, ertələməyə başlayırıq. Yəni necə? Tutaq ki, əlimiz gedir telefonda başqa reel scroll edirik və ya da ki, necəsə özümüzə bəhanələr uydurmağa başlayırıq ki, tutaq ki, mən deyirəm ki, mən bugündən başlayacağam yürüyüşə və çıxıram havaya, görürəm ki, hava yağışlıdır və deyirəm ki, yox, mən getmirəm. Əslində, bu bir növ belə deyək də, tapdığımız bir bəhanədir də, yəni uydurduğumuz bir bəhanədir əslində qalarsa, halbuki yəni yağış yağsa da, yağmasa da sən gedə bilərsən. Sadəcə əslində içində bir yerlərdə müqavimət var, içində bir yerlərdə əslində istəməyən bir tərəf var, onun üçün çətindir bu dəyişim. Çünki tutaq ki, yürüyüşə davam edəcəksən və yürüyüş davam edildikcə, yəni ki, bunu davam eləməsində mütləq bu bir rutindir və ya da ki, forma düşəcəksən və forma düşməkdən, gözəl görünməkdən, fit olmaqdan qorxursan məsələn. Fit olmaq sənin üçün təhlükəli gəlir ki, ətrafımda çox insanlar olacaq, tutaq ki, mən necə sərhədlərimi qoruya bilərəm, tutaq ki, çox istəklər ola bilər, mənə tutaq ki, dating üçün, mənə görüşlər üçün, münasibət qurmaq üçün.
ətrafımda həddindən çox insanlar olacaq və mən özümü necə qoruyacağam? Bu kimi əslində dərində yatan məsələlər var ki, bunlar çox önəmlidir ki, yerinə otursun. Yəni biz öz daxilimizdə, özümüzə inancımızı oturtduqdan sonra və özgüvənli hiss etdikdən, bir növ belə deyək də, öz o dayaq nöqtəmizi özümüzdə daxildə formalaşdırdıqdan sonra xaricdə bir çox məsələlər əslində aydınlaşır və bir çox məsələlər öz həllini tapmağa başlayır və rahat olur. Yəni daha bir növ belə deyək də, o demək deyil ki, biz pis hisslər hiss etməyəcəyik ya da ki, narahatlıq olmayacaq, yetərsiz hiss etməyəcəyik. Yox, qətiyyən belə deyil. Bunlar hiss edəcəyik, amma arxa fonda bunlar baş versə belə biz əslində bir yerdə dərk edəcəyik, fərqində olacaq ki, bu prosesin bir parçasıdır. Çünki sən bir yola başladıqda heç bir halda, yəni əslində sıfırdan başlamırsan və ya da ki, bir növ belə deyək də, yəni sənin müəyyən bir inancların var, altda yatan inanclar var və o inanclar səni idarə edir və səni bir növ bir yerlərdə qoruyur. Amma sənə lazımdır ki, özünə sual verəsən, mən dəyişmək istəyirəmmi, yoxsa yox? Dəyişim mənim üçün nə ifadə edir? Yəni, dəyişim nədir görəsən? Və dəyişim mənim üçün vacibdirmi? Yəni, çünki atacağın addımlar sənin həyatını dəyişəcək elə də belə də. Yəni, sənin indiki versiyandan növbəti versiyaya, gələcək versiyaya dönüşməyin üçün daha uğurlu, daha bəlkə də özgüvənli sənə keçid eləmək üçün vacibdir, yəni bu atacağın addımlar. Amma məsələ orasındadır ki, sən yəni buna nə qədər hazırsan, içində nə qədər də yəni bir növ belə deyək də, yetərsizlik hissi olsa da bacarmayacaqsan, həddindən çox hayqırışlar, həddindən çox bir növ belə deyək də, o daxili iç səs səni yargılamağa çalışsa da, səni inkar etməyə, müqavimət göstərməyə çalışsa da, sən bu nöqtədə necə bir qərar verəcəksən və necə davranacaqsan, bunlar çox vacibdir. Yəni bir çox məsələn hallarda danışanlarımdan da bunu eşidə bilirəm ki, yəni gəlirlər, inanclar dəyişir, amma davranış dəyişmir. Və ya da ki, terapiyadan sehirli bir şeylər gözləyirlər və həmin bu gözləntilər reallıqla üstə düşmədiyi üçün ona görə də bir növ belə deyək də, terapiya əslində illüziyalarımızın, real kimi gördüyümüz bəzi gözləntilərin dağılması olduğu üçün, dolayısıyla yəni belə deyək də, bir çox gözləntilər burada reallaşmaya bilir. Çünki məsələ bir çox hallarda bizim öz üzərimizə məsuliyyəti götürə bilməyimizdir. Biz nə qədər məsuliyyət götürə biliriksə, o qədər dəyişim baş verir və biz bir o qədər də sıçrayış yaşaya bilirik. Yəni bu əslində çox da çətin bir şey deyil, sadə bir formuldur. Sadəcə məsələ tətbiq etməkdədir və davamlılıqdadır. Yəni hər şeyin bir növ açarı, hər şeyin əslində formulu, bir qaydası var ki, davamlılıq. Bu münasibətlərdə də keçərlidir. Bəzi hallarda məsələn biz düşünürük ki, bir münasibət qurduqsa və evləndiksə vəssalam hər şey bitdi. Yəni artıq bu insan mənə aiddir, biz bir-birimizə aidik. Vəssalam artıq bu münasibət üçün əmək vermək kifayət, yəni əmək vermək lazım deyil də. Yəni hər şey okeydir. Əslində bu belə deyil. Necə ki məsələn biz bir çiçək və ya ağac əkdikdə onun yəni toxum mərhələsinə, necə cücərməsinə və cücərib böyüməsinə, yəni ağac olmasına tutaq ki, qədər necə ki baxım göstəririksə və növbəti etaplarda artıq o meyvə gətirmə mərhələsi olur. Necə ki bu mərhələlərdə də biz onlara qayğı göstəririk, tutaq ki, nələrsə eləyiriksə, münasibətlər də və eləcə də inkişaf da belədir. Yəni daima qayğı və davamlılıq istəyir. Nə vaxt ki biz bir növ bunu dayandırırıq və düşünürük ki, yəni mən artıq yüksək bir leveldayam və bundan sonra heç bir şeyə ehtiyac yoxdur. Bu sadəcə bir illüziyadır və sadəcə yəni özümüzü aldatmaqdır. Bunun başqa bir adı yoxdur əslində. Çünki bu proses dayanan bir proses deyilsə, nə qədər ki həyatdasansa, nə qədər yaşayırsan, nəfəs alırsansa, bu proses də o qədər davam edəcək. Yəni mümkün deyil ki sən inkişaf eləməyəsən, yəni inkişafdan qaçmaq mümkün deyil. Və belə, yəni məsələ həmişə bir uclu və ya bir tərəfli deyil. Bir şeyi dəyişdirmək, bir inancı dəyişdirmək bizə onu vermir ki, onun qarantiyasını vermir ki, həyatımız möhtəşəm şəkildə dəyişəcək, dönüşəcək. Xeyr, davranışa tökülməyən bir inanc əslində
çox mənasız və mənasız bir şey. Necə ki, məsələn, biz kitab oxuyuruq, bilik əldə edirik, nələrsə əldə edirik. Onları bizi vərdişə, həyata tətbiq etmiriksə, tətbiqdə öz əksini tapmırsa, çox mənasızdır. Yəni o biliklər də artıq beynin müəyyən bir müddətdən sonra arxa fonda, yəni belə deyək də, çox da istifadə olunmayacaq bir şəkildə bir yaddaşda qalır. Sonra da artıq format olub gedir, yəni çox mənasız şəkildə. Ona görə mənalı olan və önəmli olan odur ki, sən öyrəndiklərini və o dəyişdiyini zənn edən inancları davranışa tökəsən və burada sənə kömək olan bir şey nədir? Sənin sinir sistemin. Və ona görə də sən kiçik addımlarla başlamalısan. Yəni özündən əgər utopik bir gözləntilərin varsa ki, mən inancımı dəyişdim, davranışa tökəcəm, hər şey dəyişəcək, belə bir şey yoxdur. Yəni necə ki, hər bir şey öz zamanında, öz tempinə uyğun bir növ belə deyək də bişir, hazır olur və ortaya çıxır. Bu da belədir, yəni. Necə ki, məsələn belə deyək də, hər hansı bir yeməyin bişməsi üçün müəyyən bir müddət lazımdır. Bu baxır yeməkdən yeməyə dəyişən bir şeydir. Tərəvəz yeməyidirmi, ət yeməyidirmi, saatlarına görə dəyişir. Dolayısıyla bizim qazın altını çox verməyimiz, odun altını çox verməyimiz onun qarantiya etmir ki, o tez bişəcək. Xeyr, əksinə ya çiğ olacaq, ya da ki, o yeməyin ümumiyyətlə yanmasına gətirib çıxaracaq. Dolayısıyla yəni əgər sənin sinir sistemin indiyə qədər yəni dəyişimə çox dirənç göstəribsə, ümumiyyətlə sənin ailəndə, sənin ətrafında belə insanlar olmayıbsa, dəyişim edən, daim məqsədyönlü insanlar olmayıbsa, bu çətin olacaq, yəni asan olmayacaq. Sənin üçün o çevrəyə, dəstəkləndiyi, hiss etdiyin insanlara və ya da ki, dəstək almana, bölüşməyinə ehtiyacın var və bu çox təbii bir məsələdir və təbii bir prosesdir, bir növ belə deyək. Və çox önəmlidir ki, burada özünü anlaya biləsən, içsəl o mexanizmi çözə biləsən, bir görə biləsən ki, nədən ötürü olur, yəni nə, niyə olur. Bu suallara cavab tapdıqdan sonra onsuz yəni səbirlə, özünə tolerans göstərərək və davamlılığa bir növ sadiq qalaraq bunları eləyə biləcəksən, yəni o qədər də çətin məsələ deyil əslində. Belə, bölüşmək istədiklərim bunlar idi. Ümid edirəm ki, bu sənin üçün faydalı oldu. Nələrsə buradan götürə bildin özün üçün və bir çox suallarıma cavab tapa bildin. Belə, əgər bu videolar faydalı olursa, mənim kanalıma abunə ola bilərsən, kanalımı izləməyə al. Beləcə də məndən individual seanslar üçün də aşağıda qeyd edəcəyim telefon nömrəsini əlaqə saxlaya bilərsən və Instagram səhifəmdə izləməyə ala bilərsən. Belə, özünə yaxşı bax, növbəti videolarda görüşənədək.